Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmə Nəşriyyatının Azərbaycan dili test toplusundan qoşma və bağlayıcı mövzusunda olan suallara baxacağıq. İzaha keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, növbəti tədris ili üçün buraxılış imtahanlarına hazırlıq üzrə artıq qruplarımıza qeydiyyat başlayıbdır. Qruplarımıza dərslərə qoşulmaq üçün gördüyünüz nömrəyə yaza bilərsiniz. Başlayaq suallara. Deməli, birinci sual deyir ki, qoşmaya aid olan fikirləri müəyyən eləyin, doğru fikir axtarırıq. Söz dəyişdirici şəkilçi qəbul edilərək müstəqil şəkildə cümlə üzvü kimi çıxış edə bilir? Xeyr. Heç vaxt müstəqil şəkildə cümlə üzvü olmur. Birincisi səhvdir. 2. Sözlərə qoşulduqdan sonra müəyyən mənaçalarına malik olur. Bəli, sözlərə qoşulur və sözlərdə müəyyən mənaçaları yaradırmı? Bəli, yaradır. Bu doğru fikirdir. 2-ni götürürük. 3. Bir qoşma müxtəlif mənalar ifadə edə bilər. Bəli, məsələn, kimi qoşması götürür. Həm bənzətmə qoşmasıdır, həm də məsafə qoşmasıdır. 4. Cümlədə müstəqil şəkildə işlənməsə də təklikdə öz yerini dəyişə bilir. Xeyr, qoşma təklikdə öz yerini dəyişə bilmir. Aid olduğu sözün yanında qalmalıdır mütləq. 5. Xəbərli şəkilçi qəbul edə bilir. Bəli, edir. Qoşulduğu sözlə birgə mübtəda rolunda da çıxış ola bilər. Bəli, qoşulduğu sözlə bir yerdə istənilən cümlə üzvü ola bilər və xəbərli şəkilçi də qəbul edə bilər. Məsələn, sənin kimidir. Doğru fikirdir. 5-i də götürürük. Cavab olur 2, 3, 5. D variantı. Daha sonra ikinci sualda uyğunsuzluğu müəyyənləşdirin. Burada cavab B variantı olacaq. Çünki indiki sözü yazıb şərt bağlayıcı. Əgər şərt bağlayıcısı olsa, indiki ayrı yazılmalıdır. Əgər bitki yazılıbsa, bu sifətdir əslində. Cavab B variantıdır. Üçüncü sualda deyir ki, uyğunsuzluğu müəyyənləşdirin. Nəinki iştirak bağlayıcısıdır? Bəli, çünki səbəb bildirən qoşma xeyir, səhvdir, uyğunsuzluq B variantıdır. Çünki səbəb bildirən qoşma yox, bağlayıcıdır. Dördüncü sualda hansı cümlədə qoşma işlənməyibdir? Evə doğru danışmadığı üçün qoşması. İllərdən bəridir ki, onların dostluğu davam edir. İllərdən bəri qoşmadır. Bu işə hamıdan əvvəl o qol qoymuşdu. Əvvəl qoşmadır. Onlar bizə gəlmək üçün qoşmadır. Bostanından başqa adamlara da pay ver. Burada başqa sifətdir. Da bağlayıcıdır. Cavab olacaq E variantı. 5-ci sualda qoşma və bağlayıcını müqayisə eləyək. Qoşulduğu sözlə birgə cümlə üzvü olur. Qoşma bəli. Müstəqil leksik mənası yoxdur. Bəli, doğrudur, amma ortaqdır. 3. Cümlələri bir-birinə bağlaya bilir. Bəli, bağlayıcının funksiyasıdır. Suala cavab verə bilmir. Bu ortaqdır. Cümlədə fikrin təsir gücünü artırır. Bu ədata aid xüsusiyyətdir. Qrammatik amonim ola bilir. Bəli, qoşmada bağlayıcı da amonimli xüsusiyyət daşıya bilir. Cavab olmalıdır A variantı. Daha sonra 6-cı sualda hansı bağlayıcıdan sonra vergül düz qoyulub? Sonra vergül. Bax, A variantında ammadan sonra vergül qoyulub, ammadan sonra vergül qoyulmaz. B variantında şübhəsiz ki, o da gec tez bunları anlayacaq. Burada da bağlayıcısından sonra vergül qoyulubdur. Tək işlənənə vergül qoyulmaz. Dünən onlarla həm də vəlini gətirmişdilər, həm dədən sonra vergül qoyulmur, tək işlənibsə. Əlində qələm, həm də dəftərlə, burada yenə də həm dədən sonra vergül qoyulub yanlışdır. Müdiri tanıdı belə ki, əvvəl baxıram ki, burada belə kitabellik bağlayıcısı və ondan sonra vergül qoyulmağı doğrudur, bu tələbdir. Cavab E variantı. Hansı bağlayıcı cümlə üzvlərini bağlaya bilmir? Cümlə üzvlərini bağlaya bilmir. Bu o deməkdir ki, tabellik bağlayıcısını seçin. Bu da hansıdır? ilə belə ki, C variantı. 8-ci sualda iştirak bağlayıcısı işlənmiş nümunəni seçin. Ya sən gəl, ya da biz gedək, ya da bölüşdürmədir. Nə onu, nə də iştirakdır. Bunları sən aparacaqsan, özü də elə indi cavab C variantıdır. Özü də ifadəsi, həm də ifadəsi ilə əvəz oluna bilirsə, o bağlayıcı, iştirak bağlayıcı sayılır. Cavab olmalıdır C variantı. Daha sonra 9-cu sualda hansı cümlədə bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi işlənib? Baxın, demir ha, bağlayıcı işlənibdir. Bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi işlənibdir. Belə bir nümunə axtarırıq. Deyir ki, bunu nə sən, nə də dostların inkar edə bilər. Burada nə də bağlayıcının özüdür. B variantında sən də bilməlisən ki, burada də bağlayıcıdır ki, yenə bağlayıcının özüdür. Bağlayıcının. Dünənki məclisə xalası uşaqları da gəlmişdilər. Burada da bağlayıcısının özüdür. İşlər belə getsə də, burada dadə ədatıdır, dadə bağlayıcısı ilə amonimdir. Ona görə cavab D variantıdır. 10-cu sual, qoşmaya aid olan fikirlər hansılardır? Deməli, 1. İsmin adlıq halında qoşulan qoşmalar şəxs əvəzliklərinə qoşulanda qoşulduğu söz əsasən müəyyən yiyəlik halda olur. Bəli, doğrudur. Məsələn, yazarım ki, uşaq üçün
Adlı hala qoşuldu. İndi bunu şəxs əvəzliyinə qoşsam, sənin üçün. Adətən şəxs əvəzliyinə qoşulanda müəyyən yiyəlik halda olur şəxs əvəzliyi. Birinci fikir doğru fikirdir. 2. Birgəlik vasitə məzmunu ifadə edən qoşmalar əvəzliklərlə qoşulduqda qoşulduğu söz hər zaman qeyri-müəyyən yiyəlik halda olur. Səhvdir, adətən müəyyən yiyəlik halda olur. 3. Əsasən sözü qoşma kimi əsas etibarilə əksərən mənalarını verir. Səhvdir. Əsasən qoşması görə məzmunu bildirir və görə sözünə sinonimlik təşkil eləyir. Əsasən, əsas etibarı ilə mənasında olursa, o modal söz mövqeyindədir. 4. Qoşmalar ismin bütün hallarına qoşula bilir. Təsirliyə və yerliyə qoşulmur. Qeyri başqa sözləri, özgə sözü sinonim qoşmalardır. Bəli, bunlar bir-birinə sinonimdir. Fərqləndirmə qoşmaları. 1-dir, 5-dir, cavab D variantı. 11-ci sualda hansı cümlədə cacə qoşma kimi çıxış etmir? Deməli, Vahidə xasiyyətcə digər şagirdlərdən fərqlənirdi. Vahidə xasiyyətcə digər şagirdlərdən fərqlənirdi. Vahidə yəqin qız adına. Xasiyyətinə görə, cacəni görə ilə, qoşma ilə, mən də qoşmalar bir-birini əvəz eləyə bilir. Burada cacəni görə ilə əvəz eləyə bilirəm. Burada cacə qoşmadır. Bizim dostlarımız milliyyətcə, milliyyətinə görə yenə qoşmadır. Gülür arxamca, arxam ilə. Burada ilə qoşmasının sinonimidir. Birgəlik vasitə bildirən qoşmadır. Yol boyunca, yol boyu ilə. Bu da qoşmadır. Körpəcə, əgər cacə sifətlərə qoşularsa, adətən ədat mövqeyində olur. Cavab E variantıdır. Burada cacə ədatdır. 12-ci sualda hansı cümlədə aidlik qoşması işlənibdir? Aidlik qoşması, aid, məxsus, dair, xas, haqda, haqqında, barədə, barəsində və s. Bu əsəri səndən savayı kimsə təhlil edə bilməz. Burada savayı fərqləndirmə qoşmasıdır. Mənim məqsədim həyata keçməyəcək kimidir. Burada kimi qoşması var, bu aidlik deyil. Tarixə əsasən demək olar ki, Atropatena qədim Azərbaycan dövlətidir. Burada da istinad qoşması var. İgid oğullar vətən üçün canından keçirdi. Burada üçün səbəb qoşmasıdır. Aidlik məzmunu daşısa, aidlik qoşması deyil. Səhvdir. Dünənki iclasda sənin haqqında aidlik qoşmasıdır. Cavab E variantı. 13-cü sualda zaman məzmunlu qoşma işlənmiş cümlələri seç. Bax, zaman qoşması işlənmiş cümlə demir ha. Zaman məzmunlu qoşma istəyir bizdən. Deməli, bir, Babək tac qoyacaq başına gələn kimi. Nə zaman gələn kimi? Burada kimi qoşması zaman qoşması deyil, amma zaman məzmunu yaradıbdır. Biri götürdük. Əvvəlindən salan olsaydı əgər başa bizi, cəhlimiz salmaz idi bunca dağa daşa bizi. Əvvəlindən sözü zərfdir, qoşma deyil. Bizdən ayırarsa səni ruzigar, səndən sonra hünərin başlara tacdır. Səndən sonra qoşması işlənibdir. Burada zaman qoşmasıdır. 3-ü götür. Bu əsəri oxuduqca anlayırdım ki, böyük şair olub. Burada qoşma ümumiyyətlə yoxdur. Oxuduqca sözü bütövlükdə feili bağlamadı. Burada dıqca şəkilçisi də bütövdür. Ona görə 4 götürülməz. 5. Qara buludlar göyün üzünü alan kimi açıldı güllələr, saçıldı old. Nə zaman? Qara buludlar göyün üzünü alan kimi zaman məzmununu qoşmadı. 1-3-5 cavab olmalıdır. A variantı. Daha sonraki sualda 14-cü sual dil bağlayıcılara aid olan fikirləri müəyyən edin. Doğru fikir axtarırıq. Deməli, 1. Morfoloji vəzifəsinə görə 2 qrupa bölünür. Xeyr, sintaktik xarakterinə görə 2 yer ayrılır. Tabellik və tabesizlik. Və bağlayıcı ilə qoşmasını əvəz etməsə də onunla sinonimdir. Xeyr, bağlayıcı ilə qoşma heç vaxt sinonim ola bilməz. Ümumiyyətlə, nitq hissələri sinonim olursa, eyni nitq hissəsi ilə sinonim olur. Müxtəlif nitq hissələri bir-birinə sinonim ola bilməz. İnkar bağlayıcıları mürəkkəb cümlənin tərəflərini bağlaya bilər. Bəli, bağlaya bilər, doğrudur. Nə rəşad gəldi, nə də vüsal getdi, məsələn. Cümlədə təkrar olunan da bağlayıcısının hamısından sonra vergül qoyulur, səhvdir, axırıncısında qoyulmur. Qrammatik baxımından məna ifadə etsə də lüğəvi mənası yoxdur. Bəli, qrammatik mənası var, yəni müəyyən bir nitq hissəsidir. Lüğəvi, yəni leksik mənası yoxdur. Bəli, köməkçi nitq hissələrinin leksik mənası olmur. 3-5 cavabım olmalıdır B variantı. Məntiqi ardıcılığı tamamlayın. Ya da həm də gah da. Bu mürəkkəb düşünsən, burada ən azı 2, 3, 4 variant çıxır. Yəni mürəkkəb deyil bu. Hətta hamısı uyğun gəlir. Burada məna növünə baxaq. Ya da bölüşdürmə, həm də iştirak. Gah da bölüşdürmə, iştirak. Növbələşmədir. Ya da bölüşdürmə, həm də iştirak. Gah da bölüşdürmə, indi iştirak bağlayıcısı gəlməlidir. Bu da C variantında nəinki sözüdür. 16. Biri sintaktik vəzifə baxımından bölünmüş məna qrupundan kənara çıxan bağlayıcıdır. Belə ki, tabellik. Bir halda ki, tabellik. Nədə ki, tabesizlik. Tabesizlik. Hərçənd ki, çünki bunlarda tabellikdir. Cavab C variantı tabesizlik. Hansı cümlədə ilə qoşmasının işləndiyini əminliklə demək
Olar. Tələffüzə əsas sən tapın. İndi bunu yazışa çevirib elə baxaq da. Baxa görə elə ilə qoşması 100% varmı? Deməli, bir, dünən axşam babamdan xərclik aldım. Babamdan ola bilər bu. Yəni, çıxışlı hal şəkilçisi ola bilər. İgidlərimiz müharibədə cəsarətlə vuruşurdular. Burada lalə cəsarətlə zərf düzəldən leksik şəkilçidir. Hara baxsan insan inandıran yalanlarla, yalanlar ilə burada lalə qoşmasıdır. Anası oğlunun, dostların səmimiyyətlə burada leksik şəkilçidir, zərf düzəldibdir. Atamdan ərzaq almaq üçün pul aldım, atamdan aldım. Burada çıxışlı hal şəkilçisi olaraq düşünülə bilər. Cavab C variantı. 18-ci sualda feili sifətə qoşulub zaman məzmunu bildirən qoşma işlənmiş cümləni müəyyən edin. Demirə zaman qoşması olsun, deyir zaman məzmunu yaratsın. Dünən səndən sonra gec yatdım, burada feili sifət yoxdur. Bizə deyir feili sifətə qoşulsun. Buludlar göyün üzünü alan kimi dərdlər də bizim səmamıza çöküb. Bu da deyil. Niyə deyil? Buludlar göyün üzünü aldığı kimi, necə, nə tərzdə aldığı kimi, dərdlər də bizim səmamıza çöküb. Dərdlər bizim səmamıza necə çöküb, nə tərzdə çöküb? Buludların göyünün üzünü aldığı kimi, o formada. Yəni burada da zaman yox, tərzdir. Səsindəki narahatlığı duyan kimi cavab C variantıdır. Nə zaman duyan kimi feili sifətə kimi qoşması qoşulub zaman məzmunu yaradıb. 19. Qəbul olunanları gördükdən sonra ümidlə çalışır, səhərə kimi dərs oxuyurdu cümləsindəki qoşmalara aid fikirlər. Deməli, gördükdən sonra zaman qoşması işlənibdir. Burada ümid iləni götürmək, burada çünki ümid ilə necə nə tərzdə zərfdir. Səhərə kimi qoşmasıdır, zaman qoşması deyil, məsafə qoşmasıdır, sadəcə zaman məzmunu yaradıbdır. Deməli, bu zaman qoşmasıdır, bu məsafə qoşmasıdır. Aha, baxaq fikirlərə. Deməli, 1. Eyni məna növünə aid deyil, bəli, eyni deyil. Biri məsafə, biri zaman. 2. Eyni hallı sözlərə qoşulur, biri yönlük hala, biri çıxışlıq hala qoşulub, səhvdir. Qoşmalardan biri feili sifət ilə işlənibdir. Bəli, gördükdən feili sifəti ilə işlənib, sonra sözü doğrudur. Qoşmalardan biri feili bağlama ilə işlənib, qoşma heç vaxt feili bağlamaya qoşulmur. Yönlük halla işlənən qoşma səhərə kimi. Qrammatik amonim kimi çıxış edə bilir. Bəli, kimi qoşması amonim qoşmadır. 5 ilə götürürəm. 1-3-5 cavabım olmalıdır. C variantı. 20-ci sualda deyir ki, bağlayıcıya aid olan fikirləri müəyyən edin. Doğru fikir axtarırıq. Deməli, bir, və bağlayıcısı daima ilə bağlayıcısını əvəz edir. Bəli, və iləni həmişə əvəz edir, amma ilə həmişə əvəz eləmir. Birinci fikir doğrudur. İkinci fikirdə deyir ki, ilə bağlayıcı cümlələri də bağlaya bilər, ilə ancaq sözləri bağlayır. Ki bağlayıcı olduqda adətən cümlənin ismi və ya feili xəbərindən sonra gəlir. Bəli ki, ismi və ya feili xəbərdən sonra gəlir. Doğrudur. İsə bağlayıcı kimi işlənəndə adətən tabeli mürəkkəb cümlənin tərəflərini bağlayır. Səhvdir. Tabeli yox, tabesiz mürəkkəb cümləni bağlayır. Hərçənd bağlayıcı tabesiz mürəkkəb cümlənin önündə gəlib cümlənin növünü dəyişə bilər. Bəli, doğrudur. Ümumiyyətlə deyək ki, bir tabesiz mürəkkəb cümlədir. Sonra təkcə hərçənddən söhbət getmir də istənilən tabeli bağlayıcı qoş, o cümlə tabeliyə çevrilir avtomatik. Ona görə 5-ci fikir doğrudur. 1-3-5 cavab olmalıdır. D variantı. 21-ci sualda iştirak bağlayıcısı işlənmiş nümunələri seçin. Dərslərə nəinki şagirdlər, müəllimlər də ciddi hazırlaşırdılar. Burada da iştirak bağlayıcısıdır. Nəinki iştirak bağlayıcısıdır. Biri götür. İmtahanlar üçün ciddi çalışmalısan, yaxud da özünə başqa yol seçməlisən. Burada yaxud da bölüşdürmə bağlayıcısıdır. İzah edilənləri başa düşmürdü. Halbuki bu izahlar çox asan idi. Halbuki qarşılaşdırma bağlayıcısıdır. Ədəbiyyatdan olan testimiz o sıradan, dil testimiz o cümlədən deməkdir burada. O sıradan iştirak bağlayıcısıdır. 4-də götürüm, cavab olur. 1-4 D variantı. 22-ci sualda ki bağlayıcısı işlənən cümlələri seçin. Bizimki gətirmir ki, gətirmir. Bax, bu formada eyni sözün təkrarının arasında işlənibsə ki, ədat hesab olunur. Ümidvaram ki, xəbərdən sonra bağlayıcı götürülür. Oktay bunu bilirdi ki, yenə də bağlayıcı götürülür xəbərdən sonra. Sonra hərçənd ki, burada hərçənd ki bütöv bağlayıcıdır. Yəni burada ki bağlayıcısı yox, hərçənd ki bağlayıcısı işlənibdir. Bu da getdi, cavab olmalıdır 2-3-B variantı. 23-cü sualda çoxları nəinki məktəbə gedən uşaqları, hətta körpələri də özləri ilə gətirmişdilər. Deməli, burada nəinki bağlayıcı, hətta bağlayıcı, də bağlayıcı, amma ilə qoşmadı. İşlənməyib. Mürəkkəb bağlayıcı nəinki işlənibdir. Mürəkkəb bağlayıcı hesab olunur bu. Sonra ədatla amonim olan bağlayıcı, də bağlayıcısı, də ədatı ilə, həmçinin hətta bağlayıcı, hətta ədatı ilə amonimdir. İsimlə işlənmiş birgəlik qoşması
ilə qoşmasıdır, birgəlik vasitə qoşmasıdır, amma ismə yox, əvəzliyə qoşulubdur. Bəli, cavab C variantı olmalıdır. İştirak bağlayıcısı nəinki bağlayıcı ilə amonim olan qoşma ilə qoşmasıdır, bağlayıcı ilə amonimdir. Cavab olmalıdır C variantı. 24-cü sualda köməkçi nitq hissələri ilə bağlı səhv fikirləri müəyyən edin. Leksik məna daşımadığı üçün fikrin ifadəsində heç bir rolu yoxdur. Bu səhvdir. Əgər heç bir rolu olmasaydı, o cümləni işlətməyə ehtiyac olmazdı. Axı müəyyən bir rolu var ki, o istifadə olunur. Bir səhvdir. İki, birləşdirmə bağlayıcılarının hamısı tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilir. Xeyr, səhvdir. İlə birləşdirmə bağlayıcısı cümlələri bir-birinə bağlaya bilməz. İkini də götürdük. 1-2-ni götürən kimi zaten cavab çıxır A variantıdır. Ona görə 4-ü yoxlayıram birbaşa. Bəzi əsas nitq hissələri ilə həm leksik, həm də qrammatik amonim olur. Səhvdir. Köməkçi nitq hissələri leksik yox, qrammatik amonim olur. 1-2-4 cavab A variantı. Daha sonra 25-ci sualda doğru fikirləri müəyyən edin. Qoşmalar özlərindən əvvəl gələn sözlərə qoşulub, sözlər arasında əlaqə yarada bilər. Qoşmalar özündən əvvəlki sözü bəli doğrudur. Ümumiyyətlə, təkcə qoşmalara aid deyil. Yəni istənilən söz özündən əvvəlki sözlə sonrakı söz arasında əlaqələnmə yaradır. Yəni kommunikasiya yaradır. Amma bağlama, birləşdirmə funksiyası bağlayıcı ayətdir. Əlaqə yarada bilər, bəli, bu fikir doğru fikirdir. Bağlayıcılar cümlələr arasında əlaqə yaratmırlar, səhvdir, yaradırlar. Qoşmalar aid olduğu sözlə birgə cümlə üzvü olur, bəli, doğrudur. Bağlayıcı bağladığı sözlə birgə cümlə üzvü olur, xeyr, bağlayıcı heç vaxt bu funksiyanı daşıya bilməz. Xitabla işlənən nidadan sonra vergül qoyula bilər. Xitabla işlənən nidadan sonra. Məsələn, deyirəm ki, ey, vergül, dostum, doğrudur. Həm xitabla işlənir, düzdür. Eydən sonra vergül qoydum, dostumdan sonra vergül qoydum. Doğru fikirdir. 1-3-5 cavab olmalıdır. C variantı. Oğlu əskərlikdən gələn kimi oxumaq üçün xaricə göndərəcək cümləsindəki qoşmanın təhlilinə. Burada kimi qoşması işlənibdir, zaman qoşması deyil, amma zaman məzmunu bildirir. Qoşmalardan biri cümlə daxilində, bir də başqa nəsə var? Üçün qoşması da var hə burada. Üçün qoşması da var. Bir qoşmalardan biri cümlə daxilində səbəb məzmunu bildirir, səhvdir. Burada oxumaq üçün ifadəsini düşünürsünüzsə düşünməyin. Çünki burada oxumaq üçün, burada üçün məqsəd məzmunu bildirir. Yəni oxumaq məqsədi ilə. A variantı səhvdir. B. Cümlədə bənzətmə məzmunu ifadə edən qoşma feili sifətlə işlənibdir. Cümlədə bənzətmə qoşması, bənzətmə məzmunu yoxdur. Məzmun yoxdur. Ona görə B-ni silirəm. Qoşmalardan heç biri amonim olmur. Kimi amonimdir? Fərqləndirilən hissənin məzmunu qorumaqla gələndən sonra ifadəsi ilə əvəz etmək olar. Gələn kimini gələndən sonra yoxlayaq. Deyir ki, oğlu əskərlikdən gələn kimi oxumaq üçün xaricə göndərəcək. Yaxud oğlu əskərlikdən gələndən sonra oxumaq üçün xaricə göndərəcək. Bəli, eləmək mümkündür. Cavab D variantı. 27-ci sualda doğru yanlış. İndiki gəlirsiniz, yemək üçün gəlsə də onu da gətirin. Deməli, indiki şərt bağlayıcısı yemək üçün qoşmadır burada. Səbəb qoşması, məqsəd, səbəb və ya məqsəd qoşması burada məqsəddir. D ədatdır, buradakı da da bağlayıcıdır. Həm bağlayıcı, həm də bağlayıcı ilə amonim olan ədat işlənibdir. Bağlayıcı işlənibdir, bağlayıcı ilə amonim olan ədat da işlənibdir. Bir doğrudur. İki, qoşma ismə qoşulub səbəb məzmunu bildirir. Birincisi, burada yemək sözünün isim yoxsa məsdər olduğunu bilmirik. İkincisi, səbəb yox, məqsəd məzmunu yaradıb. Yemək məqsədi ilə getsə. Ona görə 2-ni silirəm. Sağ tərəfdən yanlışları seçirəm. Aydınlaşdırma bağlayıcısı işlənibdir. Aydınlaşdırma bağlayıcısı, yəni məsələn, yaxud da ki, belə kidir. Hər hansı biri varmı? Xeyr, səhvdir. Götürürəm. 4. 3 fərqli köməkçi hissəsi işlənibdir. Bax, bağlayıcı işlənibmi? İşlənibdir. Ədat işlənib, bağlayıcı yenə də işlənibdir. Deməli, bu doğrudur. Götürmürəm. Cavab olacaq 1-3. Yəni variantı. 28-ci sualda biz dünən ora getmişdik, amma sən yox idin. Burada bir dənə amma bağlayıcısı var. Cümləsində hansı bağlayıcını artırsaq, cümlənin biri digərindən qrammatik baxımdan asılı olar. Yəni, tabeli mürəkkəb cümlə olar. Tabeli mürəkkəb cümləsi olmaq üçün nə lazımdır bura? Tabeli bağlayıcısı, o da B variantındadır. Həm də ki, yəni ki, nə də ki, bunlar tabesizliyidir. Doğrudur ki, ümumiyyətlə bağlayıcı deyil. Ona görə cavab B variantı. 29. Köməkçi nitq hissələri ilə bağlı hansı fikir doğrudur? Bəzi qoşmalar bağlayıcı ilə sinonimlik əmələ gətirir. Xeyr, səhvdir. Nitq hissələrinin sinonimliyi eyni olmalıdır. Yəni, müxtəlif nitq hissələrində sinonimlik olmur. Qoşmanın sinonimi qoşma olmalıdır, bağlayıcının sinonimi bağlayıcı olmalıdır və s. Qoşmalar qulluqca sadə və mürəkkəb olur, qoşmalar yalnız sadə olur. Müstəqil şəkildə suala cavab verə bilir, heç bir köməkçi nitq hissəsinin müstəqil sualı yoxdur. Bağlayıcıların bir qrupu cümlə üzvlərini bağlamır, bəli, cümlələri bağlayır. Bu doğru fikirdir. Ona görə cavab D variantı olacaq. Tabeli bağlayıcılarından söhbət gedir. Hər iki mənası qoşma olan amonim söz yoxdur. Məsələn, kimi, qədər, səhvdir. Yəni, kimi də, qədər də amonimdir.
İki tərəfli qoşma ola bilir. Cavab D variantı. 30-cu sualda birində ilə qoşması işləndiyini dəqiq demək olar. Baxaq görək. Deməli, dostumdan şəhərə getməyə bilet aldıq. Dostumdan. Burada çıxışlı hal şəkilçisi ola bilər. Getdi. Biz dostumdan soruşanda o tam cavab vermədi. Burada da çıxışlı hal şəkilçisi ola bilər. Sənin dostumdan apardığın televizor bizimdir. Dostumun evindən mənasında çıxışlı hal şəkilçisi ola bilər. Sonra dostumdan alanda bunu qiyməti çox ucuz idi. Burada dan çıxışlı hal şəkilçisi ola bilər. Getdi. Dünən dostumdan şəhəri gəzdik. Olmur. Dostumla şəhəri gəzdik. Cavab E variantı. 31-ci sualda bir hansı nümunədə qoşma sifətə qoşulub. Əldə fürsət var ikən yaxşılıq üçün yaxşılıq isimdir. Getdi. Bizim qızlar gözəllikləri ilə gözəllik isimdir. Bu da getdi. Cəbhədəki igidlərimiz üçün sovqat göndərildi. Cavab C variantıdır. İgid sözü sifətdir. Üçün qoşması ilə işlənir. 32-ci sualda qoşma və bağlayıcını müqayisə edib axtarırıq. Doğru fikirləri axtarırıq. Axtaraq. Deməli, 1. Morfoloji baxımdan dəyişə bilir. Bəli, qrammatik şəkilçi qəbul etmək qoşmaya aid xüsusiyyətdir. Ammonim və sinonimliyi var, bu ortaqdır. Məzmunca müxtəlif anlayışlar daşıya bilir. Bəli, müxtəlif anlayışlar bildirə bilir məzmunca. Müxtəlif məna növləri var demək də bu. Doğrudur. Müstəqil cümlə üzvü kimi çıxış edə bilər heç biri. Sintaktik funksiyasına görə iki növ var. Bəli, bağlayıcının tabellik və tabesizlik. Leksik mənası olmasa da qrammatik mənası var. Bu da ortaqdır. Cavab olmalıdır 1, 3, 5 B variantı. 33-cü sualdadır. Hansı cümlələrdə qoşma ixtisar edilsə də aid olduğu söz eyni cümlə üzvü kimi qalır. Qardaşı dünən səndən əvvəl gəldi. Burada əvvəli ixtisar edə bilmirəm. Qardaşı dünən səndən gəldi olmur. Getdi. Dünəndən əvvəl bura gəlsəydi 2-ni götür. Çünki gəlsəydi nə zaman dünəndən əvvəl? Əvvəli siləm gəlsəydi nə zaman dünəndən? Sintaktik vəzifə dəyişmədi. Haqqa doğru gedən yol, bunu götürmürəm. Niyə götürmürəm? Çünki burada haqqa doğru ifadəsi müstəqil deyil. Haqqa doğru gedən bir yerdə təyindir. Bax, bura kimi. Yəni, burada qoşmalı ifadə zaten müstəqil deyil. Zaten cümlə üzvü deyil. Dedim ki, hansı cümlədən qoşmalar ixtisar edilirsə, aid olduğu söz eyni cümlə üzvü kimi qalar. Yəni, burada istənilən halda haqqa doğru və ya haqqa sözü cümlə üzvü olmur. Söz birləşməsinin asıl tərəfi olur. Ona görə 3-ü silirəm. 4. Şəhərdən çıxıb doğma kəndimizə tərəf getdik. Haraya? Tərəfi silirəm, kəndimizə getdik. Yenə də haraya? Zərflidir. Bunu götürürəm. 2, 4 çıxır cavabım A variantı. 34. Hansı cümlədə ca qoşma kimi işlənməyib? Dostları onun ardınca ardı ilə qoşmadı. Tanrıqulun oğlu bir əlcə uşaq, əl qədər uşaq. Caca qoşmadı. Problemi dünən yerindəcə həll etmişdik. Buradakı cacə ədat mövqeyindədir. Burada cacəni qoşma ilə əvəz edə bilməzsiniz. D variantda milliyyətcə milliyyətinə görə, E variantda cəmilə boyca boyuna görə bunlar da qoşmadır. Cavab C. Bağlayıcı haqqında doğru fikir axtarırıq. Tabelli bağlayıcılar sadə cümlənin tərkibində işlənə bilməz, bəli, doğrudur. Ancaq mürəkkəb cümlədə olur. Bağlayıcılar başqa nitq hissəsi ilə sinonim ola bilməz, bəli, doğrudur. İstənilən nitq hissəsi sinonim olanda eyni nitq hissəsi ilə olurdu. Yəni, bağlayıcı ilə sinonim olur. 2 də doğrudur. Cavab çıxdı A variantı. Yenə də yoxlayıram. Tabesizlik bağlayıcılarının heç biri tabeli mürəkkəb cümlədə işlənə bilməz. Tabesizlik bağlayıcı sadə cümlədə də işlənir. Tabesiz mürəkkəb cümlədə də, tabeli mürəkkəb cümlədə də işlənir. Ona görə bu səhvdir. 4. Yüzəş bağlayıcıları qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkibində işlənə bilər. Xeyr, yüzəş tabellik bağlayıcısı tabesiz mürəkkəb cümlədə heç vaxt işlənə bilməz. Bu da səhvdir. Cavab A variantı. Bağlayıcılardan biri cümlələri bağlaya bilmir. Yəni, burada ilə bağlayıcısından söhbət gedir. İlə bağlayıcısı ancaq sözləri bağlaya bilir. Cümlələri heç bir halda bağlaya bilmir. D variantı. 37-ci sual. Qoşma ilə bağlı uyğun fikirləri müəyyən edin. Yəni, doğru yoxsa yanlış olduğuna baxırıq. Baxaq. Deməli, 1. Səndən başqasını soruşmuram cümləsində qoşmanın işlənib işlənmədiyini dəqiqliklə demək olmur, bəli, doğrudur. Burada başqasını sifət də ola bilər. Səndən başqasını soruşmuram. Kimi başqasını? Bir də var. Səndən başqasını. Kimi? Səndən başqasını. Yəni, bir yerdə qoşma da düşünülə bilər. Bu doğrudur. Qabağına yanlış yazıb götürmürəm. 2. Cacə qoşması ilə görə qoşması sinonim, cacə ədatı isə amonimdir. Bəli, doğrudur. Qabağına da doğru yazıbdır. Bunu götürürəm. Sonra 3. Aydın Vahidlə Zakiri qatarda qarşıladı cümləsində xəbər təkdə olduğu üçün
fərqləndirilən hissə qoşmadır. Yox, səhvdir. Səhvdir. Niyə səhvdir? Bu məsələyə, yəni xəbərin təkdə və ya cəmdə olmağına birsinə baxırsınız. Bu lalə əgər mübtədaların ətrafında olarsa baxırsınız, mübtədaların. Və burada zakiri sözü olsa tamamlıq olur, düzdürmü? Ona görə burada vahidlə, vahid və zakiri deyə bağlayıcı olaraq düşünürəm. Yəni burada xəbərlə bağlılığı yoxdur məsələnin. Ona görə bu yanlışdır. Qabağına doğru yazdığı üçün bunu silirəm. Biz onu səhərə qədər gözləmişik cümləsində qoşma ismə qoşulubdur, səhvdir. Nəyə qədər demirik ki, nə zamana qədər deyirik, düzdürmü? Yəni burada səhər sözünə nə zaman sual veririk? Demək bu zərfdir. Ona görə yanlışdır. Qabağına yanlış yazıb götürürəm. 5. Mövzuya görə hər kəs bacardığını yazsın cümləsindəki qoşma istinad məzmunu ifadə edə bilir. Yəni mövzuya əsasən, mövzuya istinad edərək yazın. Bəli, doğrudur bu. Qabağına da doğru yazdığı üçün bunu da götürürəm. Cavab olur 2, 4, 5, yəni C variantı. 38-ci sualda doğru ilə yalan eyni yerdə məskunlaşa bilməz cümləsinin təhlilinə aid olan fikirləri seçin. Deməli, burada ilə bağlayıcı mövqeyində görünür. Bağlayıcı mövqeyində görünür. Başqa da nəsə görünmür. Köməkçi hissəsi yoxdur. Amonimli olan qoşma işlənibdir. Bax, burada doğru ilə yalan. Bunu mən doğru və yalan kimi düşünürəm, düzdürmü? Bu nədir? Bağlayıcıdır. Bu getdi. Köməkçi hissəsi iki sifətin ortasında işlənib, səhvdir. Yalan sözü isimdir. Bağlayıcı həmcins mübtədaları bağlayıbdır. Bəli, məskunlaşa bilməz xəbər nə doğru, nə yalan. 3 doğrudur. Cümlədəki bağlayıcı başqa cümlədə həmcins feili xəbərləri bağlaya bilməz. Bəli ilə bağlayıcısı feili xəbəri bağlaya bilmir. Bağlasa ismi xəbəri bağlayır. 4 də doğrudur. 5 qoşma ilə amonim olan sözlərdən birinin leksik mənası mövcuddur. Bax, burada doğru sözü sifətdir və doğru sözü doğru qoşması ilə amonimdir. Yəni 5 də doğrudur. 3, 4, 5 cavab olmalıdır. A variantı. 39-cu sualda cümlələrin birində bağlayıcı işlənməyib. Siz bunları ona deyin, özü də, bax, burada özü də iştirak bağlayıcısıdır. Dedim axı, özü də nəyə? Həm də ifadəsi ilə əvəz edə bilirsənsə, iştirak bağlayıcısıdır. Sabah imtahan edəcək, bir də təlim keçəcək. Aha, eyni şey bu bir də sözü üçün də keçərlidir. Əgər bir də və özü də ifadələrini həm də ifadəsi ilə əvəz edə bilirsənsə, iştirak bağlayıcısıdır. Bunu etsə də ancaq bizimkilər edə bilər. Bax, burada etsə də ədatdır, ancaq da yalnız mənasındadır, yenə də ədatdır. Məhz cavabımız C variantındadır. Burada bağlayıcı işlənməyibdir. Daha sonra 40-cı sualda bir klasterə əsasən uyğunluğu müəyyən edin. Aha, bu tip sualları demişik ki, variant əsasında işləmək daha rahat olar. Baxaq. Burada fikir verirsinizsə yazıb, dünəndən bəri hər şey yerində idi, yəni kimsə heç nəyə dəyməyibdir. Burada bəri sözü qoşmadır. Daha sonra yəni də bağlayıcı mövqeyindədir. Deməli, altından xətt çəkilmiş birinci söz, ikinci söz uyğun olaraq birini bura qoyuram, birini də bura qoyuram. Yoxlayıram. Deməli, bura A qoyuram, yəni bəri sözünü. Bura B qoyuram, yəni sözünü. Leksik mənası yoxdur, hər ikisinə aid fikirdir. İndi baxaq variantlara. Zaman zərfi ilə amonim olan qoşmadır. Heç biri. Bəri sözü yer zərfi ilə amonimdir. Ona görə A variantını sildim. A-nı sildiyim üçün, yox, A-nı yox, üzr istəyirəm. C-ni sildim. A-nı silmədim. Səhv sildim. C-ni sildiyim üçün A-nı qaytıraq yerinə. Deməli, C variantını sildim, çünki zaman zərfi ilə amonim olan yoxdur onların heç birinin. Bəri yer zərfi ilə amonimdir. Yəni də ümumiyyətlə zaman zərfi ola bilmir deyə C variantı səhvdir. C olan variant A-dır, getdi. C olan variant B-dir, bu da getdi. C olan variant başqa da yoxdur. Nəysə, D variantı cümlə üzvlərini bir-birinə bağlaya bilən bağlayıcıdır. Cümlə üzvlərini bir-birinə bağlaya bilən bağlayıcıdır. Bu bağlayıcıdır deyirsə, yəni sözünü nəzərdə tutur. Yəni sözdə cümlə üzvlərini bir-birinə bağlamır. Biz məsələ nədir? Yəni sözü ya cümlələri bir-birinə bağlayır, ya da həmcins nə idi? Əlavə ilə aid olduğu üzv arasında işlənir. Yəni cümlə üzvləri arasında işlənmir. Əlavə müstəqil cümlə üzvü hesab olunmur. Ona görə D variantı da səhvdir. D variantını da silirəm. D variantı olan variant burada C-də var, burada E-də var. Cavab çıxır D variantı. Yoxlayıram. E variantında yazıb ki, amonimi cümlədə sual intonasiyası yaradır. Bax, yəni ədatı var, yəni sual ədatı. Sual intonasiyası yaradır. Məsələn, yəni dərsi oxumamısan. Deməli, E variantını hara yazacağam? Bura.
4'ə yazacağam. F variantı nümunə daxilində sonra sözü ilə əvəz edilə bilər. Dünəndən bəri, dünəndən sonra bəri sözünü sonra sözü ilə əvəz edə bilərəm. Deməli, F variantını 3'ə yazdım. G-ni də yoxlayıram. Vurğuya görə nitq hissəsi dəyişir. Bunların heç birində vurğu fərqi yoxdur. Ona görə C variantı da silindi. Deməli, 1'ə A, 2'ə B, 3'ə F, 4'ə də E variantı. Cavab D variantı doğrudur. 41-ci sualda cədvələ əsasən uyğun variantı müəyyən edin. Qoşma ilə amonim olan söz işlənilir, bağlayıcı ilə amonim olan söz işlənilir. Deyir bizə sarı baxan dağları buradan görmək olur. Burada qoşma ilə qoşmanın özü işlənilir sarı sözü. Amma qoşma ilə amonim olan söz işlənməyibdir. Ona görə biri silirəm. 2. Yolun qarşısında dayansan görəcək. Bax qarşısında sözü. Qoşma deyil ki, xeyr. Amma qoşma ilə amonimdir. Ona görə 2-ni götürün. 3. Biz əsasən yayda buralara gəlirik. Bax, burada əsasən sözünü görürsünüz, düzdürmü? Modal sözdür. Əsasən qoşması ilə amonim kimi düşünmək olarmı? Bəli, olar. 3'ü də götürürük. Keçirik sağ tərəfə, bağlayıcı ilə amonim olan söz işlənibdir. Bizi aparın ki, sizə yardım edək. Bu burada ki bağlayıcının özüdür. 5. Qayğı ilə borc ödəmək olmur. Qayğı ilə, burada ilə qoşmadır və ilə qoşması ilə bağlayıcısı ilə amonim olduğu üçün 5'i də götürürəm. 6. Yəqin hətta sizi belə çağırmayacaq. Burada hətta sözü işlənə bilər və ədatdır. Ona görə 6'nı da götürürəm. Hətta ədata, hətta bağlayıcısı ilə amonimlik xüsusiyyəti daşıyır. Cavab olur 2, 3, 5, 6, yəni D variantı. 42-ci sualda deməli yazıb bağlayıcılar ilə bağlı verilmiş cədvəldən uyğun fikirləri müəyyən edin. Fikir verirsə burada belə bir şərt qoyub ki, bu deyir ki, yəni və ilə bağlayıcılar. Yəni yənini ədat kimi düşünməyin. İləni qoşma olaraq düşünməyin qətiyyən. Sırf bağlayıcı olaraq düşünün və o mövqedən yanaşın. Deməli, 1. Həmcins feili xəbərləri əlaqələndirə bilmir. Bəli, yəni də, ilə də feili xəbərləri əlaqələndirə bilməz. Ona görə bir ortaqdır, götürürəm. 2. Tabeli mürəkkəb cümlədə işlənə bilir. Yəni bağlayıcısı bəli işlənir. İlə yenə də işlənir. Yəni həm tabelidə işlənir, həm tabesizdə, həm də sadədə işlənə bilərlər. Ona görə 2 doğrudur. Bunlar tabesizlik bağlayıcısıdır. Axı tabesizlik bağlayıcısı da istənilən cümlə tipində işlənə bilir. Sağ tərəfdən fərqli cəhət. Tabesiz mürəkkəb cümlədə işlənə bilmir. Səhvdir bu. Hər ikisi işlənə bilir. Getdi. Cümlədə sual məzmunu əmələ gətirə bilir. Bax, burada yəni sözü ağlınıza gəlməsin. Məsələn, deyirəm ki, yəni dərs oxumamısan. Əgər burada yəni sözü sual məzmunu yaradırsa, o bağlayıcı yox, ədat olur. Amma bizdən bağlayıcını dediyi üçün bu tamamilə səhv fikirdir. Bunu da silirəm. Cavab qalır 1, 2, C variantı. 43-cü sualda deyir ki, cümlələrlə bağlı uyğunluğu müəyyən edin. Deməli, yazıb ki, hər iki cümlə ilə bağlı doğru fikirdir, hər iki cümlə ilə bağlı yanlış fikirdir. Aha, baxaq. Cümlələr deyir, sizi oxumaq üçün göndərməyib ki, niyə axı vaxt öldürürsünüz? Aha, bax burada ki ədatdır, bağlayıcı deyil. Üçün qoşması var, məqsəd qoşmasıdır. Ki ədatdır, axı ədatdır, başqa da heç nə yoxdur. İkinci cümlə deyir, dövlət ki var, burada ki ədatı işlənibdir. Əl çirkidir. Sənin kimilər kimi qoşmadır, bunu başa düşə bilməz, başqa da bir şey yoxdur. Deməli, A variantında deyir ki, A variantında qoşmalı söz cümlə özünün ifadə vasitəsidir. Birincisində oxumaq üçün ifadəsidir, məqsəd zərflidir. İkincisində isə sənin kimlər mübtədadır. Bu hər ikisinə aid doğru fikirdir. A variantını yazdım 1'ə. B variantı amonimliyi olan bağlayıcı işlənməyib. Birincisində ümumiyyətlə bağlayıcı yoxdur, həmçinin ikincisində də bağlayıcı yoxdur. Bu ortaq fikirdir. Ona görə B-ni də götürürəm. C variantında deyir ki, aydınlaşdırma tabeliyi bağlayıcısının amonimi işlənməyibdir. Aydınlaşdırma tabelilik bağlayıcısı hansıdır ki, bir də belə ki. Bu iki bağlayıcılardır. Deyir ki, amonimi işlənməyib. Bu səhvdir. Bax, burada ki ədatı işlənib, burada da ki ədatı işlənib və ki ədatı ki bağlayıcısının amonimidir. Yəni, bu hər iki cümlə ilə bağlı yanlış fikirdir. Ona görə C-ni 2'yə yazıram. D variantında deyir ki, qoşmanın əsas nitq hissəsi ilə amonimliyi mövcuddur. Qoşma birincisində üçün qoşmasıdır. Amonimliyi mövcud deyil. İkincisində kimi qoşmasıdır, amonimliyi mövcuddur. Yəni, birinə aid doğrudur, birinə aid yanlışdır. Bu da heç bir şərtə uyğun gəlmir. Birində hər ikisinə aid doğrudur, birində isə hər ikisinə aid yanlışdır deyə D variantını sildim.
Qoşulduğu sözün tələffüzünə təsir edən qoşma var. Qoşulduğu sözün tələffüzünə təsir edən qoşma. Baxıram ki, baxıram ki, birincisində var. Oxumaq üçün. Necə olur? Oxumaq. Amma ikincisində yoxdur, düzdür? Düzdür. Yəni birinə aid doğrudur, birinə aid yanlışdır. Bu da heç birinə uyğun gəlmir şərtlərin. Bu da silindir. 1-ə A, B, 2-yə C. Yəni cavabımız olacaq B variantı. Daha sonra 44-cü sualda qədər qoşması ilə bağlı verilən fikirlərdən neçəsi doğrudur? Artıq say axtarırıq. Deməli, cümlədə zərfliyin ifadə vasitəsi ola bilər, heç vaxt ola bilməz. Köməkçi neticəsi müstəqil cümlə üzvü olmur. Amonimliyi olsa da sinonimliyi olmayan sözdür. Xeyr, sinonimliyi də var. Səhvdir bu da. Leksik amonimliyi ilə yanaşı qrammatik amonimliyi də daşıyır. Deməli, leksik amonimliyi ilə yanaşı qrammatik amonimliyi də leksik amonimliyi ilə yanaşı qrammatik amonimlik də daşıyır. Səhvdir. Niyə? Çünki leksik amonimlik daşımır. Bu köməkçi hissəsidir. Miqdar məzmunlu isimlə amonim, sayla sinonimdir, səhvdir. Qoşma ilə sinonim olar. Bu tamamilə səhvdir. Yiyəlik halda olan əvəzliklə işlənir. Məsələn, sənin qədər. Sifəti izah edərsə, sənin qədər ağıllı. Təyin rolunda olacaq, xeyr, zərfli rolunda olacaq. Sənin qədər ağıllı olacaq. Nə qədər, nə dərəcədə ağıllı, zərfli olacaq. İsmi xəbərli cümlədə işlənə bilər, bəli, işlənə bilər. Sinonimi olan qoşmadır, bəli, qədəri sinonimi kimi var. Doğrudur. Bu 6 doğru fikirdir. Bizdən nə istəyirdi? Say istəyirdi. Yəni bir dənə fikir olmalıdır. A variantı. 45-ci sualda hansı cümlələrdə işlənmiş ilə həm qoşma, həm də bağlayıcı kimi düşünülə bilər? Baxaq. Deməli, 1. Adamı hünəri ilə, savadı ilə tanıyırlar. Yadda saxla, əgər sadalanıbsa bu 100% qoşmadır. Səhər vağzalda Kamil ilə Ayxanı qarşıladım. Aha, ikini götür. Bir var. Vağzalda qarşıladım. Kim mən? Kimi? Kamili və Ayxanı. Bir də səhər vağzalda Ayxanı qarşıladım. Kimi ilə qarşıladım? Kamil ilə. Ki, mən Kamil ilə getdim, Ayxanı qarşıladım. Bu mövqedə artıq qoşma olacaq. Ona görə ikini götür. 3. Deyir ki, bu yerlərin ürək açan gözəlliyi ilə göz oxşayan mənzərələri burada ilə və ilə əvəz oluna bilər. 100% bağlayıcıdır. Yəqin ki, sabah oraya Akif ilə mən gedəcəyəm. Gedəcəyəm ki, mən. Kim ilə? Akif ilə. Burada qoşmadır. Gələndə gördüm ki, at ilə arabanı aparıblar. Ha, bu 5-i götür. Aparıblar nəyi? Arabanı. Nə ilə aparıblar? At ilə. Yəni ata qoşub aparıblar, qoşma kimi. Bir də aparıblar nəyi? Atı və arabanı. Həm də bağlayıcı olaraq düşünülə bilər. 2-5 cavabımız olmalıdır. B variantı. 46-cı sualda deyir, hansı cümlədəki qoşmalar səbəb məzmunu daşıyır? Bax, demirəm, səbəb qoşmasıdır. Sadəcə səbəb məzmunu daşıyır deyir. Deməli, 1. Nəticələrin yaxşı olması üçün məqsəd. Yaxşı, elə ki, 3 qoşmanı məqsədi ilə sözü ilə əvəz edə bilirsənsə, məqsədi ilə. Bununla əvəz edə bilirsənsə, o səbəb yox, məqsəddir. Bax, nəticələrin yaxşı olması məqsədi ilə çox çalışır. Bu məqsəd. Sonra, ki, atası gəldiyi üçün, nə üçün, nə səbəbə? Bu səbəbdir. Yaşamaq üçün yaşamaq məqsədi ilə, bu məqsəddir. Yuxarıya yazdığı üçün səbəbdir. Səbəbdir. Bizdən nə istəyir? Səbəb istəyir. Bunu da götürürük. 5. Düşmən ordusu qorxub geri çəkildi. Burada qoşma yoxdur ümumiyyətlə. 2-4 cavab olmalıdır. D variantı. 47-ci sualda hansı nümunələrdə qoşma ilə amonimlik xüsusiyyətinə malik olan əsas nitq hissəsi işlənir? Yəni söz əsas nitq hissəsidir, qoşma ilə amonimdir. Hamımıza sabah ilə nə? Hamımıza sabah ilə hazırlaşırıq. Siz də gəlin. Hamımıza sabah ilə hazır. Bu nə cümlədir? Siz də gəlin. Ümumiyyətlə sözlərə baxaq da biz. Hamımız amonim deyil, sabah getdi ilə bu da deyil. Xeyr, bu olmaz. 1 olmaz. 2. Tərəflər. Tərəf sözü əsas nitq hissəsidir, isimdir və tərəf qoşması ilə amonimdir. Ona görə 2-ni götürürük. 2-ni götürürük. Daha sonra 3. Tufandan sonra dənizin üzü sakit görünür. Burada sonra sözü özü qoşmadır. Bizə lazımdır ki, əsas nitq hissəsi olsun. Maşından əvvəl biz düşməliydik. Bax, 4-ü götür. Çünki buradakı əvvəl sözü zərfdir. Müstəqil sual var. Yaxud da ki, yerini dəyişə bilirəm. Bax, əvvəl maşından biz düşməliydik. Burada əvvəl zərfdir. Və əvvəl zərfi də əvvəl qoşması ilə amonimdir. Ona görə 4-ü götürdüm. Kimi buraya göndərə bilərsə, o da uğur qazanacaq. 5-i götürmürəm. Çünki burada kimi sual əvəzli idi. Başlanğıc forması fərqli olduğu üçün 5-i götürmürəm. Cavab olur 2-4, yəni A variantı. 48-ci sualda Euler-Venn diaqramıdır. Doğru fikirləri istəyir. Yol boyunca əkilmişdir söyüdlər, söyüdlərin kölgəsində igidlər. Yol boyunca ilə
qoşması işlənibdir. İlə qoşması nə idi? İlə qoşmasının sinonimi. Birgəlik vasitə qoşmasıdır. Balta ilə kəsilməyəni söz ilə kəsərlər. Balta ilə nə ilə kəsilməyəni söz ilə kəsərlər, nə ilə kəsərlər. Burada da yenə də ilə qoşması işlənibdir. Aha, biz amonimli olan qoşma işlənmişdir, ortaqdır. Ona görə biri götürmə. Qoşmalı sözün işləndiyi nümunədə feil məhsul növdədir. Baxıram ki, əkilmişdir məhsul növdədir. Balta ilə kəsilməyəni, aha, bax, feil məhsul növdədir deyirsə, birincisində feil doğrudan da məhsul. İkincisində baxıram ki, balta ilə kəsilməyəni söz ilə kəsərlər. Burada kəsilməyəni feili var. Kəsilməyəni feili var. Bir də kəsərlər feili var. Biri məlumdur, biri məhsuldur. Yəni bu hökm birincisinə aid doğrudur 100%, amma ikincisinə aid 100% doğrudur deyə bilmirəm. Ona görə bu hökmü götürürəm. Bu hökmü götürürəm. Sonra 3. Əsas nitq hissəsi ilə sinonimli olan qoşma mövcuddur. Əsas nitq hissəsi ilə sinonimli ola bilməz heç bir qoşmanın. Səhvdir. Qoşma qoşulduğu sözdən ayrı da yazıla bilər. Burada söhbət gedir hansı qoşmadan? Bunu veribdir ortağa. Cahicə qoşması heç vaxt ayrı yazılmır. Bu səhvdir. Sonra 5. Qoşma sözə bitişik yazılsa, qoşulduğu söz zərfə çevriləcək. Baxaq görək. Balta ilə, xeyr. Söz ilə, sözlə. Xeyr, səhvdir. Burada nə çıxdı cavab? Bəs aləm dəydi bir-birinə, gözlə görək. Qoşma sözə bitişik yazılsa, qoşulduğu söz zərfə çevriləcək. Burada söz ilə, sözlə, nə ilə yenə də zərfə çevrilməyəcək. Səhvdir. Daha sonra qoşmalı sözlərin biri feili birləşmənin tərkibindədir. Qoşmalı söz, düz deyir. Burada ilə qoşmalı söz, feili birləşmə, kəsilməyən feili birləşməsinin tərkibindədir. Altını götürürəm. 2 altını götürdük. Çox güman ki, D variantı götürdülər. 2, 3, 6. Qoy 3-ə baxım görək. 3. Mən səhv oxumuşam. Yazıb ki, əsas nitq hissəsi ilə sinonimliyi olmayan. Mən bunu olan oxumuşam. Olmayan qoşma mövcuddur. 3 doğrudur. Mən bunu olan oxumuşam deyə. 2, 3, 6 cavab D variantıdır. 49-cu sualı deyir ki, bu bahardan doyunca için. Çünki bağlayıcısı işlənibdir. Ömür bir gün çatsa da da ədatdır. Başqa bir gün çatmaya bilər. Başqa bir gün. Burada bir ədatdır artıq. Deməli, çünki bağlayıcısı işlənibdir. Da ədatı işlənib. Bir ədatı işlənibdir. Aha. İndi fikirlərə baxaq 49-cu sualdan. Nə istəyir? Doğruları istəyir, deyirəm. Aid olan fikirlər, doğruları istəyir. Deməli, deyir ki, iştirak bağlayıcısı işlənmiş nümunədə köməkçi nitq hissəsi quruluşca sadədir. Yəni, bunu sözlər çünki idi. Çünki iştirak bağlayıcısı varmı? Bu bahardan doyunca için yoxdur. Çünki ömür bir gün çatsa da başqa bir gün çatmaya bilər. Burada çünki bağlayıcısı da ədatı bir ədatı işlənibdir. Deməli, bura yazım qeyd edeyim, təkrar baxmayayım da. Çünki bağlayıcısı bir ədatı, da ədatı işlənibdir. İştirak bağlayıcısı işlənmiş nümunə bu səhvdir. Şəkilçisi qədər qoşması ilə əvəz edilə bilən söz miqdar məzmunu ifadə edir. Şəkilçisi qədər qoşması ilə əvəz edilə bilən söz miqdar məzmunu ifadə edir. Qoy baxım görüm nə edir. Bu bahardan doyunca burada qədər qoşmasını əvəz edə bilməzsən. Çünki doy sözün köküdür, unca da feili bağlama şəkilçisidir. Əvəz edə bilməzsən. Qoşmanı əvəz eləyər. Feili bağlamanı əvəz edə bilməzsən. 2 də səhvdir. 1-2 səhv çıxandan sonra cavab çıxır C variantı. Amma yenə də C variantını yoxlayaq. 3. Bağlayıcı sadə cümlənin tərkibində işlənə bilməyən sadə bağlayıcıdır. Bəli, çünki bağlayıcısı tabelli bağlayıcısı olduğu üçün ancaq mürəkkəb cümlədə olur. Qoşma ilə amonimliyi olan söz işlənib, lakin qoşma işlənməyib. Qoşma işlənməyib. Bəs qoşma ilə amonim olan söz işlənib. Qoy baxaq. Başqa sözü sifətdir, qoşma ilə amonimdir. Bəli, doğrudur. Deməli, 4-də götürürəm. 5-ci fikir deyir ki, səbəb bağlayıcısı işlənmiş cümlədə tabesi bağlayıcısı işlənməyib. Bəli, səbəb bağlayıcısı çünki işlənib, başqa da bağlayıcı işlənməyib. Bu da doğrudur. Cavab həqiqətən də 3, 4, 5 C variantıdır. 50-ci sualda fikirlərin doğru yoxsa yanlış olmağını yoxlayırıq. Yoxlayaq. Ürəyində qarşı tərəfə kim bəsləyirdi cümləsində qoşma və qoşma ilə amonim olan söz işlənib yanlışdır. Bu nümunədə qoşma yoxdur. Bu nümunədə qoşma yoxdur. Heç biri. Qarşı sözdə qoşma deyil, tərəf sözdə qoşma deyil. Çünki bunlar qoşma olanda yönlü kala qoşulurlar. Bax, sənə qarşı. Fikir ver, burada qarşı sözü qoşmadır.
Yönlük hala qoşulubdur. Yaxud da ki, tərəf sözü sənə tərəf qoşma olanda yönlük hala qoşulur. Birincisi səhvdir. İkincisi, kənd tərəfə getdik cümləsində istiqamət bildirən qoşma işləyib yanlışdır. Çünki dediyim kimi tərəf sözü qoşma olanda yönlük hala qoşulur. Burada kənd sözü adlıq haldadır. Burada tərəf sözü isimdir. Nənəsi üçün hədiyyə almışdı cümləsindəki qoşma aidlik məzmunu bildirmir, səhvdir. Aidlik məzmunu bildirir. Çünki bəzi qoşmalar var ki, məna növünə uyğun məzmun bildirə bilir. Məna növünə uyğun olmayan məzmun. Məsələn, kimi sözü zaman qoşması deyil, zaman məzmunu bildirə bilir. Üçün qoşması səbəb qoşmasıdır, aidlik məzmunu bildirə bilir. Yəni nənəsinə aid olan, nənəsinin neçə nəzərdə tutduğu hədiyyəni almışdı. Buradakı üçün sözü aidlik məzmunu daşıyır. Sizi vağzala kimi aparacaq cümləsində qoşma məsafə məzmunu bildirir. Sizi vağzala kimi, bəli, məsafə məzmunu bildirir. Doğrudur. Qoşma ilə qoşulduğu söz arasında başqa bir köməkçi nitq hissəsi girə bilər. Bəli, bu da doğrudur. Qoşma ilə aid olduğu söz arasında başqa bir köməkçi nitq hissəsi daxil ola bilər. Məsələn, sənin mi haqqında. Sənin mi haqqında danışıblar? Burada mi ədatı qoşmadan aid olduğu sözlərin arasında daxil oldu. Yaxud da ki, xırdaca kimi görünürdü. Yazıram, xırdaca kimi görünürdü. Burada kimi qoşmadı, xırda sözünə aiddir, amma araya cacə ədatı daxil olubdur. Yəni, bu hökm də doğru hökmdür. İlk üçü yanlış, ikisi doğru. Bu da C variantındadır. Ona görə cavabımız olacaq C variantı. Bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.